Divardakı birinci tabloda cızma qara, dumanlı nəsə çəkilmişdi və üstünə iri hərflərlə Tanrı yazılmışdı. İkinci portretdə əl çəkilmişdi, şəhadət barmağını odun içindən şəklə baxan insana uzatmış əl. Üçüncüdə isə qanlı döyüş çəkici. Qısası, bu üçünü birləşdirib sözlə ifadə etsək, Tanrı səni əzir yazılmışdı. Bunlara baxıb fikrə dalmışdım ki, 37-ci dərəcəli əllərini bir-birinə sürtə-sürtə içəri girdi. Əllərini hovxura yanıma gəldi. Bəlkə də qədim Zenit dilindədir. Pune və Zenit çox qədim iki dövlət idi. Böyük döyüşdə Zenit Puneni məğlub edəndən sonra Punelilər Tejek dağlarına tərəf çəkilmiş, sonra əsrlər keçdikcə ən qüdrətli dövlətə çevrilmişdilər. Çaşqın halda ona tərəf çevrildim. Nə? Mexte Giler sözünü deyirəm. Ola bilsin Zenit dilindədir. Sözün tələffüzünü eşidəndə Kuran sözlərini oxşadığını gördüm. Amma rahatlıq verən Kuran sözlərini bu bədbəxtin ağzından eşitmək heç də xoş deyildi. O isə davam elədi. Mexte Giler, alovdan soyuşsanız yaxşıdır. Hər nəsə, sizin üçün yumurta, pendir, xama, çörək, pivə, şərab kimi şeylər verə bilərəm. Dediyim kimi, burada gözəl heç nə yox idi. Və sırf bu səhər daha aydın görürdüm. Qapı açıldı və 50 dərəcəli Atis, 47-ci dərəcəli Gundar və 59-cu dərəcəli Gerlat içəri girdi. Mən aydınlığa çıxmaq istədikcə qaranlıq hücum edirdi. Onlar kobudluqla masamın arxasına keçdilər. Öz-özümə, niyə bu yanmışlarla birgə dayanmalıyam? Niyə bu əzilmişlərlə əzilməli, qaranlıqlarla qaralmalı, iyrənclərlə çirklənməli, şəxsiyyətsizlərlə şəxsiyyətimi itirməliyəm? Sualını verirdim. Bu təşkilata girmək, birinci dərəcəni qazanmaq üçün hər gün təhqir edilməli, alçaldılmalı, əzilməli idim. Təlqin edilirdi ki, Tanrı sizi sevsə, burada olmazdınız. Burada ancaq paklıqdan qovulmuşları görə bilərsiniz. İkinci dərəcə üçün qəddarlıq etməli, üçüncü üçün birini öldürməli idin. Alov məni birbaşa üçüncü dərəcəyə qəbul etmişdi. Çünki kifayət qədər təhqir olunmuş, qəddarlıq etmiş, birini də öldürmüşdüm. Təlqinə gəldikdə isə fasiləsiz hər tərəfdən yağırdı. İlk 3 dərəcənin qiyməti belə idisə, təsəvvür edin 59-cu dərəcəyə çatana qədər, nə qədər qara libasa, nə qədər dərin quyuya, neçə qat divara özümü məhkum etmişdim. Mənimlə üz-üzə Gerlad oturmuşdu. Kel soyundan gəldiyi qaba saqqalından və saçından bilinirdi. Kelyalılar şimaldan gəlib Pune sərhəddinə qədər əraziləri ağır silahları ilə alan Punelilərlə düşmən xalq idilər. Gerlad mənimlə eyni dərəcədə idi, amma birinci dərəcədən bu dərəcəyə cəmi 2 ilə çatmışdı. Hara getsə, sıxıntılı, ağır aurası oranı bürüyərdi. Deyərdilər ki, gənc olanda Alov da belə imiş. Hətta Gerlad məndən betər idi. Dərəcələri bəzən 3-3, 4-4 qazanmışdı. Ağzında bircə diş qalmamışdı. 40 yaşı vardı. Durmadan ağır sözlər və təhqirlər edirdi. Dişləri olmadığı üçün danışığı hamını güldürürdü. 50-ci dərəcəli Atis nə vaxtsa alicənab olubmuş. 60 yaşı vardı, amma cüssəli və sağlam olduğu üçün Gerladdan cavan görünürdü. O əzab çəkirdi. Təşkilata 25 yaşında qoşulmuş, 30 yaşında 48-ci dərəcəyə çatmış, sonraki 30 ildə cəmi 2 dərəcə qazanmışdı. Ab-havası çox ağır deyildi, sadəcə illər idi. Hər gün sərxoş olur, amma özünü itirmir, qəmli-qəmli otururdu. Üzü yaraşıqlı idi və gözəl sevməyən gümrahlar ona da əl gəzdirmişdi, göz qapaqlarına qədər yandırılmışdı. Başını alnından möhkəmcə sıxıb parça ilə bağlayardı həmişə. Saçını heç kim görmürdü. Yəqin yandığı üçün heç saçı da yox idi. Çox vaxt gözlərindən başqa hər yerini örtərdi üzünün. Gundar isə 47-ci dərəcəni qazanmışdı, amma elə iyrənc idi, lap baş gicəlləndirirdi. Neçə yaş olduğunu bilmirəm, amma 90 yaşlı qoca kimi görünürdü. Beli bükük, əlləri və başı titrək idi. Bəlkə də 100-dən çox yaşı vardı.
Mənsə dediyim kimi 26 yaşındaydım. Yəqin tək gözümlə mən də iyrənc görünürdüm. Üstəlik gözümün üstündəki yaranı heç vaxt örtmürdüm. Gerlad, "Ay kör cavan" deyə irişdi. Ardınca ədəbsiz ifadələrlə tez oyanmağımı məsxərəyə qoydu. Dişsiz ifadələrinə Qundar için-için gülür, Atis isə qulaq asmırdı. Başımı qaldıranda mehmanxana sahibinin hələ də başımın üstündə dayandığını gördüm. Gerlad ona kəllə gətirməyi öz tərzində dedi. Heç vaxt belələrini öldürmək istəməmişdim. Çünki belə zülmətlərin çoxluğu işığı da örtürdü, amma indi ondan bircə dərəcə yüksək olsam, ölümünə bais olardım. Gümrahlar arasında belə qanun vardı. Dərəcəsi yüksək olan özündən aşağı gümrahlarla istədiyi kimi rəftar edə bilərdi. Gerlad nəsə haqqında danışır, Qundar da gülürdü. Atis də, mən də fikrə dalmışdıq. Mənə müjdələnmiş deyirdilər. Axı mən niyə müjdələnmişdim? Claudius kim idi və məndən nə istəyirdi? Alov, o uzun qılıncı nə eləyirdi? Hamısı bir tərəfə. Nə vaxt haqqa dönsən, bağışlanarsan yazılmışdı. Özü də ortalıqda yox. Sırf mənim üçün əsrlər əvvəl yazılmış olan kitabda. Bu düşüncələr niyəsə məndə təbəssüm oyatmışdı. Şeytani yox, saf təbəssüm. Mehdi Kiler mehmanxanasında belə şeylərə əsla yer yox idi. Odur ki, Gerlad cəld bu təbəssümü üzümdən silmək üçün qışqırdı. Dişsiz ağzının suyu elə axa-axa bağırdı ki, tez-tez dediyi sözləri heç kim başa düşmədi. Qundar isə lap qəşş eləyib yumruğunu masaya vura-vura şaqqanaq çəkirdi. Atis arxaya söykənib ikrah hissi ilə onlara baxdı. Mənim ona baxdığımı görəndə tez mövzunu dəyişmək üçün dedi. Alov bizi görmək istəyir. Qundar gülməkdən yaşaran gözlərini silə-silə dedi. Kross işin öhdəsindən yaxşı gəlib. Yəqin onu tərifləyəcək. Heç kim bacara bilməzdi. 4 əli qılınclı kişi bir qarının üstünə gedib. Üçü də gəbərib. Mehmanxana sahibinin köməkçisi bir qazan gətirdi. İçində 10-15 it və pişik kəlləsi vardı. Sizə qəribə gələ bilər. Amma dedim axı, burada gözəl heç nəyə yer yoxdur. Hətta buranın bostanından artıq qalan tərəvəzləri bazar tacirlərinə satırdılar. Bu tərəvəzlər sulu, şişkin, ləziz görünürdülər. Çünki öldürülən adamların cəsədlərindən gübrə kimi istifadə edilirdi. Gözüm masanın üstünə sataşdı. 2 il əvvəl bıçaqla bir yazı cızmışdım. Hamı xoşlamışdı və hələ də dururdu. Tanrı, sən bizi sevmirsənsə, biz də səni sevmir. Sevdiklərinə də nifrət edirik. Bu yazı sanki məni silkələdi və beynimdə bir fikir səsləndi. Ona amansız müharibə elan etmişəm. Məni necə sevə və bağışlaya bilər ki? Ruhdan düşdüm. Gerlad və Qundarın kəllələri gəlmirəndə çıxardıqları səslər məni Mehdi Kilerə qaytardı. Atis. Sənin də iştahın yoxdur, Kross? Soruşdu. Atisin də yemədiyini gördüm. Nəsə demək istirdim ki, bir nəfər 5-ci kətli masamıza tərəf çəkib oturdu. Alov idi. Masanın üstünə zərf qoydu. Yenə 99-cu dərəcəlidən gəlmişdi. Məktub açılmışdı. Hər halda Alov oxumuşdu. 80 yaşlı, üzü çapıqlarla dolu olan 90-cı dərəcəli Alov gümrahlıqla sözə başladı. Bir neçə il sonra it kimi zingildiyib bədənimdən zorla ayrılıb gəbərəcəyəm. Tanrı ilə qarşılaşacağam. Və o danışmamış mən deyəcəm ki, əbədi xoşbəxtlik torpaqlarını gözəl yaratmısansa, mən ona da, sənə də nifrət edirəm. Sonra da qaça-qaça özümü alov içindəki gümrahların yanına atacağam. Amma həmin vaxt yetişməmiş, üstünlə üz-üzə görüşüb, düşmənçiliyin son həddinə çatmaq istəyirəm. Buna görə də 99-cu dərəcəyə çatmalıyam. Bu məktub bəlkə də məni 91-ə çatdıra bilər. 4 nəfər seçmək əmr olunmuşdu. Mən də sizi seçdim. Hərənizin əmrində 10-cu dərəcədən aşağı 20 nəfər olacaq. Elə mənim də. Cəmi 100 nəfər olacaq. Bu dəfə hansısa dəstəyə yox, məkana hücum edib viran qoyacağıq.
Döyüş planını sonra izah edəcəyəm. Atis, hansı düşmən? Alov divardakı tabloları göstərdi. Onun sevdikləri. Yəni əzilməyib əzizlənənlər. Amma bu səfər onları biz əzəcəyik. Cavanlığımı, ömrümü bu təşkilata həsr etmişdim. Bu qaranlığın məni boğduğunu həmişə hiss eləmişdim və Alov, bunun günahkarı Tanrıdır, səni boğan odur, demişdi. Ümid və saflıqdan uzaq qalan hər kəs zülmət məzarlarda boğulmaq üçün dəfn edilir. Amma evdəki kitablar mənə zərrə qədər ümid vermiş, zərrə qədər saflıq göstərmişdi. Buna görə də artıq Tanrı ilə barışmaq istəyirdim. Zərrə qədər ümidi olan gümrahlara qoşulmazdı. Alov davam etdi. Toplanma yerini əzbərləyin, sonra da məktubu yandırın. Gün təpədə duranda sizi orada gözləyəcəm. Bunu deyib getdi. Hava artıq tam işıqlaşmış. Günün şüaları hər yeri aydınlatmışdı. Təxminən 4 saatım vardı. Heç nə demədən çölə çıxdım. Millət qaynayırdı. Gülüşən uşaqları görəndə artıq qəzəblənmirdim. Məqsədsiz şəkildə addımlamağa başladım. Şəhərin içinə doğru xeyli yeridim. Qarşıma bulaq çıxdı. Səhərdən su içməmişdim. Su isə gözəl görünürdü. Bəlkə də heç vaxt buradan su içməmişdim. Bir dizimi yerə verib ovuc dolusu su içdim. Sərin su boğazımı qovuşdurdu. Amma mənə ləzzət vermişdi.